Salam xanımlar, necəsiz? Sabah necə açıramsa dediyim vlogu da elə başladım. Biraz buralara əl gəzdirmişəm. Bir dənə tortum var idi. Səhər-səhər elə birinci iş. Evlərdən sonra keçdim tortun hazırlanmasına. Gördüyünüz kimi hazırladım, verdim sobaya pişsin. Yenə öz məkanlarımızdayıq. Azadlığa gəldim. Tort ləvazimatlarına şəkil çıxartdırasıyam. Bir də qaymaq, belə bir şeylər almalıyam tort üçün. Yollar propkaydı mən gələndə. Binəqədiyə tərəf gedən yol. Çox yəqin ki, qaydanda piyada qaydacam. Qızlar, gəldim yenə sevimli mağazama. Bu da İrşad Telekomun qabağından düz gedəndə elə oradakı binanın altında yerləşir. Rənglərim qurtarmışdı. Bunlardan götürdüm. Daha belə paçka rənglər götürürəm. Çalışıram çox elə gel boya götürməyim. Çünki bilmək olmur hansı rənglər lazım olur, hansı rənglər lazım olmur. Həm də ki, bunlar daha münasib gəlir. Buralara baxdım, mənə lazım olanları götürdüm. Görürsüz, buralara da əl vurma yazıb yapışdırıblar. Çox yəqin ki, götürəndə bir çox adam dağıdır deyə bunu yazıb qoyublar. Amma heç vaxt mənə heç nə deməyiblər. Yəni o yazı mənim üçün deyil. Burada belə bir qab var idi. Birinci səfər idi görürdüm. Dəmir qabı idi. İçərisində baton çörək bişirmək üçünmüş. Ya 12 manat idi, ya 14 manat. O maraqlı gəldi. Ev üçün çörək bişirəndə qapağı da var. Düpbədüz çörəklər alınır. Biraz da buralara baxdım, şəkil çıxartdırasıydım. Onu atdım, çıxarsınlar. Burada gözüm nəyə sataşdı? Bu üzərində vafildən çiçəklər olur, qızıl güllər. O tortları kəsmək üçün belə vafil aparatı var. Bunlar da qızlar təzə çıxanda çox baha idi. 10 manat, 14 manat. İndi bəlkə də ölçüsünə görə dəyişir. İndi baxdım ki, 6 manata enib bunlarda. Məndə yoxdur bu aparatdan, heç alma ehtiyacı da duymadım. Bir dənə qutu almışdım torta uyğun. Gətirmək çətin olur deyə bunları bir neçə dənə alıb gətirmirəm. Elə hər dəfə lazım olduqca alıram. Bir dənə qaymaq krem götürdüm. Belə rənglərim qurtarmışdı. Baxdım ki, evdə heç qalmayıb. Hazırlayacağım torta dəxlisi yoxdur, amma yenə belə rənglər götürdüm ki, demək olmaz da, birdən yadımdan çıxar, sonra ala bilmərəm. Belə 1 manata bir qab muncuq götürdüm. Neçə vaxt idi evdəki bu əriyən pendirimiz qurtarmışdı və satmırdılar, yox idi, dəzgah açılmırdı. Ondan aldım, bir dənə də belə şəkil çıxartdırdım tortun üzəri üçün. Qızlar, yürüyüşə çıxmışdıq, baxdım ki, bənövşə var, bir dənə qopartdım, tam belə görünməsə də videoda, amma nə qədər qoxladımsa qoxusu gəlmədi. Qız, buranın bənövşələrinin də qoxusu yoxdur, digər şeylər kimi sadəcə görüntüsü var. Yeriyə Heydər Mətidin arxasına gəldik, çıxdıq, düzdür, hava çox küləkli idi, dəhşət külək var idi həmən günüzü, hətta xəbərdarlıq verilibmiş. Amma buna baxmayaraq biz dedik ki, da ona qalmış qışda da qar yağacaq, çıxmayaq mı? Yenə yürüyüşə çıxmışdıq. Burada da qəşəng çiçəklər, güllər var idi. Biraz onları çəkdim sizin üçün. Könlünüz, gözünüz açılsın. Qızlar, baxın küləyin şiddətinə. Gəldik, belə bir hündür yerə çıxdıq. Buralardan da tanımağa çalışırıq ki, görək haralara gəlmişik. Bilmədiyimiz yerlərə gedirik. Çaşıb eləsək də xəritə açıram. Xəritə ilə dönürük Posyolka Kirova. Oradan da evlərimizə, buralara baxdıq. Biləcərinin dəmir yol xətti görünür. Nəsə, bugünlük gəzintimizi də gəzdik, döndük evimizə. Yeni bir gündən hər kəsə salam. Gəldim Azadlıq metrosuna. Bugün bacımla görüşməliyik. Qatarı qaçırtdım. Mən düşənə qədər qatarı getdi. Biraz gecikirəm. Onu işləmiş görüşməliyik. Saat 9-a qalıb, mən hələ buralardayım. Yəqin ki, çataram amma. Gəldi yatır almağa, hər zamanki kimi 28-dən aldığımız mağazaya. Qramla satılır qızlar, hər səfərində 10 manatlıq, 15 manatlıq götürürük. Məndə ətirlər qış ətridir, istəyirdim çiçək qoxusu, yaz qoxusu, belə bir şey ətirlər götürək. Akı da var hətta. Hətta burloku da var, cahama sonra pul var. Görmədim. Aranjısı da var. Qəşəngdir, mən sevdim. Bax, eləsi də var. Az. Telefonda baxım, hansı da qəşəng görsənir? Telefonda elə bu qəşəng görsəndi. Həyatda bu qəşəng görsənir. Ay, so, həyatda bu qəşəng görsənir, telefonda bu qəşəng görsənir. Biraz eynidir. Hə, bu qəşəngdir belə, yığcamdır. Hətta mavisi də var. Adam yaya da bir dənə bu rəngini götürər. Nədir təzədir? Təzədirlər, hə. Material da qəşəngdir, çatlayandır. Gəldik Miramirə, burada 28-də yerləşir yenə. Elə demək olar ki, hər şeyimizi 28-dən aldıq bu səfər.
Başqa yerə getdik düzdür, amma paltar üçün getmədik, çanta üçün getmədik. Bacıma belə bir çanta götürdük, qəşəng idi, çox xoşum gəldi. İlk baxışdan ikimizin də xoşumuza gəlir. Əslində axtarmırdıq. Adam axtaranda istədiyini tapa bilmir. Axtarmayanda elə gözəl tapır ki. Çanta götürdük. Burada da səs var idi deyə dedim üstündən yazdırım. Bir dəfə də o bir siqara çantaya baxdıq. Sonra bir neçə çantaya baxdıq. Belə canlı həyatda baxırdın ki, onlar bu daha yaxşı görsənirdi, amma telefonda digəri daha yaxşı görsənirdi. Nəysə biraz tərəddüdlər, axır ki ala bildik. Burada da qəşəng çantalar var idi. Hətta bu da çox gözəl idi, xoşum gəldi. Həm rəngi, həm tutumu, həm ölçüsü qəşəng idi. Qəşəng çantalar var idi. Yumşaqdır. Ağırlığına bax. Bax. Ağır olmaz. Heç yüngüldür. Bu ağırdır. Bir də dağırdı ya yine. Valla normaldır. Yo baxın. Eynidir. Hə, yox. Bəlkə məndə bu var deyən ağır. Hə, yox, ağır sumkadır. Sən mənim kimi görsən Mənim yox. telefonda qazı düşür. Elə bil yaxşı göründü. Bu telefonda çox açıq düşür. Görürsən. Yaxşıdır. Ayaqqabı da alasıyıq, ayaqqabılara da baxdıq. Xanımlar, bu balerin ayaqqabıları heç xoşuma gəlmir. Bəlkə də nə bilim, çox xanımlar geyinir, onlar da qəşəng görünür. Amma mənə elə gəlir, mən geyinə bilmərəm. Çox alçaqdır, çox yerdəndir, lak olub. O balerinlər geyinir, barmaqlarının ucunda durur. Bax elə bir şeylər, nəsə mənlik deyil. Biz yenə standart idman şeyindən gedəcəyik, stilindən gedəcəyik. Burada da güzgüdə bacım baxır ki, görsün sumka necə durur. Keçdik içəri tərəflərə, biraz eynəklərə, idman formalarına da baxdıq. Extra Brand mağazalar şəbəkəsinin bu da bir mağazasıdır. Sadəcə adı fərqlidir deyəsən. Rəngarəngə baxanda damlayır. Həmçə mən sağ orada gedəndə Allah eləyir ki, tutarmayam. Tutarmaya, hə, gedək. Alaram. Orada mənim də xoşum gəlir, gedək. Allah eləyir bizi də olur. Yəqin ki, başqa cürlər də olar da. Hər nəsə olur. Yox, mənim ürəyimdə qalıb ki, sən almıyorsun. Hər dəfə bu tərəflər yadıma düşəndə yadıma düşəcək ki, bu almıyor. Niyə siz... Görən ayağı üstü olanlardan istəyir. Ayaq üstü olan yaxşılar da ona. Buna bax, da geçəkdir. Həm pəmbişdir. Görən pəmbə xoşdur ya, mavi. Nə müjol sən bilərsən. Mam, necə bu? Bunlar nədir? Bunlar kimdir? Oxuyan qızlar. Qızlar gəldik Xırda-Mırda mağazasına. Bu da vağzalın arxası tərəfində yerləşir. Arxada böyük bir bina var, onun altında yerləşir. Gəlmişkən sizin üçün də çəkdim. Bu mağazadan da çox xoşum gəlir. Nə axtarsan tapmaq olur da. Həm əl işlərinə dair, həm belə nə bilim səbətlər, qoncalar, çantalar, bir sözlə Xırda-Mırda da doğrudan nə axtarsanız var. Həmçindən yoxdur burada. O nə kanan? 2 modeli bəki. Sən neçə almışdın? Elə aldım. Belə almışdın. Bir dənə bu qəşəng. Bundan yanında bir hansından Oturmaqlıq. bu da qəşəngdir, nə? Olsun. 4 dənə götürürsən? Hə. Yox, bu varımdır. Bunların böyünə yaraşdıran indi. Hə, qəşəng oldu. Yanına yaraşdıran. Beləsi də var. Baxayım. Əslində o da fərqlidir. Bəlkə bunun yerinə onu götürürsən. Bunu Hə, belə. hə. Çünki o bizlər eyni stildə, o başqadır, fikir ver. Hə. Yenə var mı? Qoy da, qoy otusdur. Hə, otusu oturdu. Bu saçları da Oy. Açılmır bu. Oturmur Yox, bu. oturmur, onu qoyma. oturdu. Bəlkə nasıldı? Benim şeylerden idi. Buna bakamayız. Güzeldi. Ha. Senden bir. O dinə bax, o gülləri gəl buradan al da. Sədərə niyə neçə saat hərlənirsən? Güllərə bax, özü də nə gözəl balaca. Allah, heç birimizin ağlımıza gəlmədi ki, o 8 mart güllərini gələk buradan götürək. Hər rəngi, hər çeşidi, hər forması. Bunlara bax. Hə, xırdalar da var. Bunlara bax. Amma bunu deyən bu boydasını 1 manata verirdilər. Mən içində 12 dənə bu boyda olan. Bilmirəm, içində 12 dənə idi, neçə dənə idi, belə 7 manata götürdüm.
Patka ilə. Belə də buradan da patka ilə götürmək olar da. Sağlamıyor mu ki? Onlara bax onlara. Tortun üstündə onlar da qəşəngdir. Bunlar? Yox, pisilər. Bunlar? Hə. Böyle işler. Başka heç nə alası deyilir. Gəliblər də gətiriblər. Tortun şəkillərini qoydum xanımlar kənar tərəfə. Gördüyünüz o güllərdən gedirdi söhbət. Onun üçün inansız getdim yoldaşımla bir 4 saat Sədərəkdə hərləndik. Sırf bənövşəyi, xırda, bir də böyük çiçəklər tapmaq üçün. Amma ki ağlıma gəlmədi ki, gəlin buradan götürüm. Burada da bu şamdanları bacıma göstərirəm ki, bunları altı olmayan qablara yapışdırıb qəşəng qoymaq olar. Hündür qab alınar. Bunlar da hardasa 6, 7, 8 manat olur deyəsən, ya maksimum 10-11 manat. Onu göstərirəm ki, qəşəng fikirdir. Yəni kleylə yapışdır altı olmayan qablara, qəşəng üzərində dursun. Burada biraz xışıltı düşüb, narahatçılıqları olmasın deyə səs üstündən yazdım. Bu şeylərə baxın, incilərin böyüklüyünə. Bu uşaq partilərində içərisinə şey qoyub paylamaq üçündür. Bir də ki bu inci fikrimi cəlb elədi. Çox gözəl görünürdü. Bu da yəqin ki xına ya nişan üçün paylamaqlıq şeylərdir. Bir sözlə bu mağazada nə axtarsaz tapmaq olur da. Hətta mən keçən səfər nömrələrinə yazdım WhatsAppdan ki, bəs mənə qutu saxlayın. Gəlim götürüm, uzaqdan gələcəm, varsa gəlim. Sağ olsunlar. İnansız bir dənə qalmışdı. Həmən qutunu soruşdum ki, sizdə belə qutu varmı? Gələndən sonra dedilər ki, yoxdur, yox. Dedim, bəs mən yazmışdım, demişdim, saxlayın. Deyir, hə, o siz idiniz. Arxa tərəfdən dəzgahın altından çıxartdı ki, hə, bir dənə sizin üçün saxlamışam. Yəni, başqa bir müştəri gəlib soruşsa, o qutunu verməyəcəklərdi. Sonra mən nə yaxşı ağlıma gəldi, dedim ki, bəs yazmışdım ki, mənə saxlayın. Onda çıxartdılar, verdilər, sağ olsunlar. Belə də diqqətcildilər. Dediyim kimi, bu vağzaldan baxanda LCY2-nin yanından pilləkənlərlə yuxarı çıxdıqda arxada görünən birinci 18 mərtəbəli binadır deyəsən. Onun altındadır. Orada yerləşir. Xırda-mırda mağazası. 3 dənədir bunun içində. Bir dənəsi çox yəqin ki 50 qəpikdir. Bu da 1 manat. Nazik bir görürsən neçə dənə olur? Yox, kağız. Adi kağız. Ya 1 manat, ya 50 qəpik. Qəşəng belə. Manatdır. Neçə dənə? 2, 4, 6, 8, 9 dənə deyəsən üstündə. Neçə dənə? 8, 9, 10 dənə. 10 dənə, biri 1 manata gəlir. Bir modelli götürürlər, kəsəsən bunu. Elə bir ki, bu boydası 20 manat edir. Elə, yoxsa yox. 20 manat, 15 manat. Sizə heç 28-in bu keçid bazarını çəkməmişdim. Dedim, biraz da buraları çəkim. Buradan da ayaqqabılarımızı aldıq. Birimizin xoşumuza gəldisə, ikimizin də xoşumuza gəlir. Ücü neçə səfərlərdir, şalvardır, koftalardır, ayaqqabılardır. Həmişə cüt-cüt alırıq. Çünki bacımın xoşuna gələn, mənim də xoşuma gəlir. O geyinir, onun ayağında xoşum gəlirsə deyirəm, qəşəng yaraşır. Özümə də alıram, birənti də geyinirik cüt-cüt. Bocalık sana var. Bocalık. Hani? Görmədim ya. Bacımla gəldik, oturduq, yedik, içdik. Amma bu səfər sizə çəkmədim. Aldıqlarımızı da götürək gedək. Bacıma bir iki şey lazım idi. Tort ləvazimatlarından bizim köhnə yurdumuz Paşanın mağazasına gəldik. Nərmanovda yerləşir bu da. Şirniyyatçı mağazası gedir. Saatlı binaya çatmamış, binaların altındadır. Malokodu, pralindi lazım olanları buradan götürdü. Güya ki vafli kağız alasıydı. O da dedilər kassadadır. Onu da çıxanda götürmək yadımızdan çıxıb. Bu da qızlar çiçəklərin ortasına qoymaq üçün tumurcuqdur, belə deyim. Buralarda dedim bir sizə çəkim. Neçə aylardır özüm də gəlmirəm. Gəlmişkən bir sizə çəkim. Burada belə çiçəklər gördüm. Bunlar da vaflidəndir. 6 manat idi ya 4 manat idi. Yenə tortun üzərinə hazır çiçək qoymaq üçün. Yeni tort bəzəkləri zad gəlib. Onları çəkdim, onlara baxdım. Belə kandilinlər var idi. Burada bacımdan soruşuram ki, görəm bu kandilinlərdən istifadə eləyənlər varmı? Yaşıldır, nə bilim göydür, belə rənglərdən.
Buranın mağazası da çox böyükdür. Yenə burada da nə axtarsanız tapmaq olur. Restoran, kafe üçün ya tort ləvazimatları. Biz gəldiyimiz kurs buraya yaxın idi. Elə bizim getdiyimiz yerin alış-verişini də hamısını buradan eləyirdilər. Birinci səfər tort ləvazimatları olaraq biz də buraya gəlmişik. Ona görə buranın yeri bizdə ayrıdır. Gəlirdik, nə öyrənirdik, deyirdik elə çıxanda gedərik, oradan alarıq. Hərə öz tərəfinə gedər. Onda da həvəsli idik də, təzə-təzə idi. Gedirdik, götürürdük nə lazımdır, rənglərdir, silikonlardır, nə bilim nələrsə belə xırda-xırda 1-1, 2-2, hətta bizim bu tort altı fırlananları da gəlib buradan götürmüşük. İlk dəfə çəmbərləri də buradan götürmüşük. Yəni işlədiyimiz deyəndə, yəni öyrəndiyimiz sex buraya yaxın olduğuna görə gəlib buradan götürürdük. Sexdə onlar işləyirdilər, biz də ustanın əlinə baxıb öyrənirdik. Biz öyrənəndə hələ ki heç bir kurs yox idi. Var idisə də belə, yəni hələ internetdə belə məşhur olmamışdı. Nə qədər axtardıq, tapa bilmədik. Sonra o sexə yaxınlaşdıq, daha doğrusu satış mağazasına. Dedik, bəs öyrənmək istəyirik. Nömrə verdilər, zəng elədik, danışdıq. Dedi ki, biz sexdə, yəni mən sexdə tortları yığıram. İstəsəz anlaşsaq, yəni gəlib orada baxıb öyrənə bilərsiniz, öyrədə bilərəm. O şəkildə öyrəndik. İndi nə var ki, videolar doludur, kurslar doludur. Düzdür, biraz bahadır. Get-gedə ucuzlaşır buranın da kursu. Amma xanımlar o qədər tort bişirən var ki, inanın hərə öz tortunu bişirir. Yəni belə bir məsləhət almaq istəsəz, bu tort bişirmək moddan düşübdür. Bir vaxt necə dırnaq moddaydı, hamı getdi dırnaq öyrəndi. İndi də hamı tort öyrənib. Sifariş verən yoxdur, sifarişlər çox azdır. Ona görə belə deyim də, elə bir iş öyrənmək lazımdır ki, sonra dövlət sayəsində o işdən pensiyaya çıxa biləsiniz və hökumətdən yaşlı vaxtlarımızda pensiya ala bilək. Mən də yeni şeylər fikirləşirəm ki, görüm yeni bir nəsə peşə öyrənim. Bunun axırı yoxdur, belə deyim də, bu şeyin axırı yoxdur. Bu arada bacım da müəllimədir. İnşallah o da öz işinə başlayacaq. Dediyim kimi, həqiqətən də tort bişirənlər o qədər çoxalıb ki, hərə öz tortunu bişirir, ya hərənin öz nəslində kökündə tort bişirən var, heç kim sifariş vermək istəmir. Hazır belə hər şeylər satılır. Biskviti xanımlar özləri bişirirlər və üzərinə də hazır belə bəzəkləri götürüb qoyurlar. Özləri öz tortlarını bişirirlər. Bir sözlə xanımlar, yeni başlamaq istəyirsinizsə, yəni evdə indi məsəl üçün özün üçün bişirəcəksən, uşaqların üçün o başqa məsələ. Amma ki satış işinə girmək üçün mənə elə gəlir ki, bu biznes ölübdür. Çox təəssüflər olsun, mən də istəməzdim belə olsun, amma ki doğrudan da bu biznes sahəsi olaraq demək olar ki ölübdür, ölü bir sahədir. Bacımla ayrıldıq, avtobus da qəşəng boşdur. Hələ saat tezdir deyə profka vaxtı deyil. Aldıqlarımı da qoydum yanıma. Qəşəng rahat-rahat gedirik. Belə fikirləşirik ki, indən belə biraz daha tez çıxaq. Belə olanda daha yaxşı olur. Keçən həftə çıxasıydıq əslində biz. Amma ki, keçən həftə narıncı xəbərdarlıq olundu deyə çıxa bilmədik. Keçən 6-cı gün. Ona görə bugün çıxdıq. Hava da qəşəngdir. Avtobus da boş, saat hələ 3-ə işləyib. Tez görüşdük deyə tez də ayrıldıq. Necə deyirlər. Ona görə gedirəm evə. Gedim pasiolkaya düşüm. Düzdür, veşim alırdı. Eve gelin gösteririm. Acınız yine özüne cicilər alıb. Oradan da ət alasıyam. Gedim oradan da ət alım. Başka da ne almaq istəyirdim. Lavaş da almaq istəyirdim. Olsa onları da alım. Gedək evimizə. Uşaqlara axşam istəyirəm. Bacım bir resept dedi. Tavada dönər yox. Tavada lülə kebab. Onu hazırlamaq istəyirəm. Görək necə olur. Dedim onu hazırlayayım. Çox yəqin ki uşaqlar da sevəcək, xoşlayacaq. Görsən hansını almışım səncə? Hə, bu mənimdir. Bu mu? Bu biləsən neçə yaş üçündür? 9-12 yaş. Yox, mən yaşam. Sən orada ölməyəcək. Baş-başı çıxmasa ağlardım inşallah aklımda olmaz. Hə, yoxdur, ayıncım. Baxdım, gərək gedəndə indi bu şeyə baxalım. Buralar. Nə üçün aldın? Kudursun. Yox, şey üçün. Concealer üçün. Concealer çoxdur ki.
çəkir. Olsun, mən bütün üzümə çəkirəm axı ona görə. Yayım. Concealer elə fırsat çəkməlidir ki, concealer şeydir, elə su kimidir. Bunun arasına gələcək, bunu təsəvvür. O, ayağım uyuşdu. Amma bu sən tərəfindən. Nə bahadır, günü gözəl görünür. Elə bunun görünüşü nəyə desən deyər. Atamın o vaxtlar üzünü belə elədiyi oxşayır. Üzünü qırxanda bunlar dişlər əvvəl edirdilər. Yox, bununla concealer çəkilər. Başda. Bunlar elə də şey deyil. Məndə də var da bunlar. Açılı deyil. Rəng aldım. Hə, rəng aldım. Rəng aldım. Bu corabların bir 50 qəpiyi idi. Bilmirəm nə yaxşı. 50 idi elə. Hə, səninki 75 qəpiyi idi. Bunlar 50 qəpiyi idi. Sonra Magic Color. Buna da 3 dənə alasıydım. Biri olmadı. Bir dənə də Magic Color. Nə olur? Magic. Məncə. Magi nə bilim. Magic. Ətir aldım özümə. 2 dənə ətir. Bu həmişə istifadə elədiyim. Burada o da başqa cürdür ki. Baxın. Şeydir, Versace var, başı belə almaza oxşayan. May. Onun həmən ətirdir. Amma burada adı başqa gedir. Bu da Dior Diyor. Blooming. Bağladısınız qapaqları qarışmasın. Birin qapağı sarıdır, birin qapağı ağdır. Qəşəkdir. Qəşəngdir. Bu da qəşəkdir da bu. Bu pis çiçək. Bəyənmədim. Bunu mu? Çiçək ətiridir, niyə? Qəşəngdir. Sən mənim dəqiqədə bir bu yonanımı uğradığına görə özümə bir dənə qələm yonan aldım. Bir dənə əqqaf aldım. Lalayla eyni əqqafları aldıq. Denən niyə? Yaman ağırdır, yaman. İlkə duy adam nə yaxın idi gözəliyincə göstərir ki. Şübhəli. Nə şübhəli? Yaşınızı göstərir. 45 razmerli yağır. 45 razmer nə də 38 razmer geyinirəm. Ama deyir ki, Nə dərdi səncə? Hesab bir şey göstərim. Göstər. Biraz düzmür deyir. Əmin deyir qolunu aç belə. Deyir ki, adamın ayaqqabı razmeri biləyinin burasına qatlanan hissəsinə qədər olur. Neçə daxı? Deməli, sənin ayaqqabı razmerin belə deyil. Mon qıraqların obyomu yəqin çoxdur da. Amma o düz şeydir. Biləkdən şeyə qədər, qatdana dirsəyə qədər. Hadi kaşeyin üstə qoy, bunların üstə qoy. Allah, nə də yeri at getsən. Ağırdır mı? Bir dənə özümə bu da yaman ağırdır. Bilmiyorum, ekran hara getdi. Gör nə tərdir. Şey aldım. Altı sürüyüş paltarı. İnşallah günler gəlsin. Buna bax. Lavaş almışım. Lavaş da ki elə ağırdır, elə ağırdır. Axşam yeməyindən ötürü aldım. Hara gedirsən? Belə bir niyə baxmadın bəs? Nəyə baxdın ha, yalandan? Özün alınmayıb deyən baxmadı, çıxdı, getdi pis qız. Bunları inşallah geyinirəm. Burada biraz açıq düşür. Əslində daha tündür. Qəşəkdir belə. Əmr, xoş deyirəm cibi olsun telefonu qoymağa. Amma bu ciblər yaxşıdır, telefon yaxşı idi. Belə aldıq, gəldik. Pasiokada da düşdüm. Oradan da lavaş aldım. Ağzımızda konfet var, çay içirdim. Çayım burada qaldı. Oradan da ət aldım, lavaş aldım, pomidor, xiyar aldım, gəldim. Dediyim kimi şey eləmək istəyirəm. Adı yadımdan, lülə kebab eləmək istəyirəm tavada, görək necə alınacaq. Bacım deyir ki, yəni belə kebabçıların çəkdiyindən fərqli olmur. Çox gözəl də deyir. Görək. Bizim uşaqlar da axır vaxtlar kotlet yemir. İnci savsim xoşlamır. Vaqifdəki deyir onun üstünə yumurta vur, pendir vur, Holland pendiri. Elə yeyim. Ona görə dedim bu səfər də belə yoxlayaq. Görək necə olur. Sevsələr daha belə hazırlayaram. Bir də qazlı su aldım onun içərisinə qatmaq üçün. Xanımlar, ərindim bunu geyinməyə. Belə bir şeydir. Şeydən 28 may keçiddən aldıq. 28 may ticarət. Keçid ticarətdir yoxsa nəsə nə elə bir şey. Bu da aldığım sportivni
Bir də dedim yüngül var posyolkasada gedəndə geyinmək üçün, yaxşı olar yürüyüşə çıxanda geyinmək üçün. Altında bir dənə buna uyğun kofta alsam birazdan da geyinmək olar. Ayağı da belə istəsən yığırsan, istəsən açırsan. Bu da belə bu şəkildə. Ətlə quyruğu çəkdim, soğanı çəkdim, soğanın suyunu sıxdım, içərisinə qatdım. Bir 5-7 dəqiqə yoğurduqdan sonra içərisinə duz, istiot, yarım stəkandan biraz çox qazlı su və də ki yarım çay qaşığı belə az biraz soda qatdım. Bərk çıxmasın deyə, bilirsiniz, kartof qatanda yumşaq olur. Soğanın suyu yumşaqlıq verir, amma ki onları sıxdığımıza görə, kartofu qatmadığımıza görə bu sodanı və sodalı suyu, qazlı suyu qatdım. Ağzı belə böyük kəsdiyim salafon torbaya yerləşdirdim. Sıxıb az yağın içərisinə töküb elə bişirəcəm. Qəşəng dadı. Əslində lülə dadını verirdi. Sadəcə oğlum dedi ki, çox yağlıdır, o yemədi. İnci də yedi. Nə bilim, qoydum lavaşın arasına. İndi bilmirəm, tam qərar verə bilmədim. Sevdilər, sevmədilər. Amma belə yoldaşım dedi ki, lülə dadı doğrudan da. Lavaşın arasına qoydum. Elə hazırladım, yedilər. Evə bir iki şey lazım idi. Daha doğrusu buradakı heç bir şey lazım değildi. Sadəcə İnci bunu xoşlayır. Adi balıq yemir, amma bunu xoşlayır. Bunu da əsas içərisinin yağına görə xoşlayır. Qəşəng dadı. Bundan alıb bir dənə uşaqlar üçün doğuğa götürübdü. Evimizin əksik olmayan konfeti. Biraz bundan alıb. Bunlar da yeyilib qutardıqdan sonra qalanlardır. Çox dadlıdır. Mandarin dadımır, düzdür ikisinin qarışığıdır, amma qəşəng dadır belə. Nə deyirdilər bunun adına? Kimin yadındadırsa yazsın qızlar. Bunun adı nə idi? Hər bölgədə bir cür deyilir. Ən sevdiyim alma. Bir də ki banan. Biraz yedik, yenə üstündən qalanlar qaldı. Başqa da deyəsən bir şey alınmamışdı. O gün aylıq bazarlıq elədik deyən evə elə bir şey lazım olmur. Çörəkdir, kartofdur. Soğan mama göndərmişdi. Bu qış heç soğana pul verməmişik. Kartof da göndərmişdik, amma qutarıb ucu. Onları da ki buradan alırıq məhəllədən. Əsas gündəlik bizdə pul çörəklə kartofa çıxır. Belə. Bunu da mən alırdım. Neçə gündür vlog çəkib paylaşmıram. Daha doğrusu çəkmişəm. Nəsə montaj eləyə bilmirəm. Araya da bu 6 bazar girdi. Uşaqlar evdə olanda vəbşi heç nə eləmək olmur. Nəysə, bugünlük məndən bu qədər olsun. İnşallah sevərək, bəyənərək izlədiniz. Bunu da qızlar qaldırıram ki, bir videoda görmüşdük. Harası xarab idi, üstünə etiket yapışdırmışdılar. Görüm, xarabdımı almalar. Amma baxdım ki, yox, etiketi prosto yapışdırıblar. Hələlik, əziz bacılarım, bəyəndinizsə videonu bəyənməyi, ən azından bir dənə çiçəkdən, böcəkdən dəstək olmaq üçün rəy buraxmağı, yazmağı unutmayın. Öpürəm hər birinizi. İnşallah yeni vloglarda görüşərik. Hələlik sağ olun. Abunə olmadan izləyən xanımlar da abunə olsa sevinərəm. Sağ olun. Allaha əmanət olun.